Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmain. Əmmə ba'd. Biz Riyad-ı Salihində, Salihlərin Baxtası kitabında təqva bölümünü davam edirik. Və burada gələn ikinci hədis An Əbi Sa'id el-Xudri radiyallahu anhudan gələn hədisdir. Anin Nəbi sallallahu aleyhi ve sellem qal. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İnnəd dünya hulvatun xadira və innallaha mustaxlifukum fiha feyanzuru keyfe ta'malun fettekud dünya vettekun nisa fe inne evvele fitneti bani İsrail kânet fin nisa. Ravahu Muslim. Müslümdə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, dünya şirindir və nadira. Nadira yəni ki, baxanda insanı sevindirir. Həqiqətən Allah Teala sizləri dünyada xəlifə edibdir. Yeryüzündə, yəni müstəxlifukum, yəni sizi xəlifə edib. Baxsın, görsün ki, siz necə, keyfə təəməlun, necə əməl edəcəksiniz. Yəni sizlərin əməlinə baxsın deyə sizləri yeryüzündə xəlifə edibdir. Dünyadan qorxun, şərhi gələcək nə deməkdir inşallah. Dünyadan qorxun və qadınlardan qorxun. Həqiqətən, Bəni İsrailin ən birinci fitnəsi qadınlardaydı. Yəni, onların düşdüyü ən birinci fitnə, yəni qadın fitnəsi idi. İbn-i Üseymin rəhməhullah deyir ki, müəllif rəhməhullah bu hədisi gətirdikdə, burada nə var idi bu hədisdə? Peyğəmbər sallallahu aleyhi ve sellemin əmri var idi. Təqva əmri. Yəni, dünyanın halını zikr elədikdən sonra, dedikdən sonra və əmr edir ki, dünyadan qorxun və qadınlardan qorxun. Yəni, burada Peyğəmbər s.ə.v təqvanı zikr edir dünyanın halından sonra. Həqiqətən dünya şirin və göz oxşayandır. Yəni, şirindir fil-məzəq, dadı şirindir. Nadiratun fil-mər'a, yəni baxışda xoş oxşayandır. Əgər bir şey ki, xoş oxşayan, yəni göz gördükdə onu xoş olur və şirindirsə də, birinci göz onu tələb edir. Yəni göz onu gördükdə neynir? Onu tələb edir. İkinci nəfs onu istəyir. Onu tələb edən şey nəfsdir. Əgər gözlə nəfs bu şeydə cəm olarsa da, ikisi də cəm olarsa da, az qalır ki, insan o şeyə düşsün. Yəni, insan o şeyə düşməyə az qalır. Çünki həm şirinliyi, həm nəfsin istəməsi, həm gördükdə ləzzət alma. Yəni, bunlar cəm olduqda insan neyini? Ona düşmə ehtimalı daha çoxdur insan. Dünya dadında şirindir, baxışda göz oxşayandır. İnsan dünya ilə allanır. İnsan dünya ilə allanır və onun içində batır. Həqiqətdə deyilədir, insan allanır və batır. Və onun ən böyük istəyi elə dünya olur. Görürsən, ən böyük istəyi dünyada filan şeyim olsun, filan şeyim olsun, filan şeyim olsun, hər şey istəyir insan. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm bəyan eləmişdi ki, həqiqətən Allah Teala bizi dünyada müstəxlif edir. Yəni ki, bizləri xəlifə edibdir burada. Ki, baxsın ki, biz necə əməl edəcəyik? Ona itaətdə mi duracaq? Öz nəfsimizi havamızdan qadağam eləyəcəyik, havaya düşməkdən. Allah Teala sizlərin üzərinə nə vacib edibsə, onu yerinə yetirəcəksinizmi? Yoxsa dünya ilə allanacaqsınızmı? Qürurlanacaqsınızmı? Yəni, yoxsa iş əksinədir? Bu şeydən əksidir yoxsa? Onun üçün də hədisdə deyir ki, fəttəqud dünya. Dünyadan qorxun. Dünyadan qorxun, yəni sizə nə əmr olunubsa onu yerinə yetirin. Nə qadağa olunubsa da sizə onu tərk edin. Və dünyanın şirinliyi ilə və göz oxşarlığı ilə allanmayın. Bir şey allanmayın yəni. Həqiqətən elədir, dünya şirindir və çox göz oxşayan şeylər var. Hər şey istəyir, gözümüz görəndə nəfsimiz istəyir. Biz amma özümüzü tərbiyələndirməliyik, Peyğəmbər sallallahu əleyhi və səlləm əmr elədiyi kimi.
فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُمْ بِاللّٰهِ الْغَرُورُ. Qoy sizi dünya hayatı aldatmasın. Allah Teala Kur'an-ı Kerim'de deyir ki, qoy dünya hayatı sizi aldatmasın. Nə də ki şeytan Allah'tan sizi uzaqlaşdırsa, alladıb Allah'tan uzaq salmasın. El-Loqman surəsi 33-cü ayə. Sonra deyir ki, dünyadan qorxun və qadınlardan qorxun. Qadınlardan qorxun, yəni onlardan ehtiyatlı olun. Qadınlardan ehtiyatlı olun. Bu özündə nəyə şamil edir? Şamil edir qadının hiləsindən, hətta öz ərinə olan hiləsindən belə. Həmçinin özündə qadınlardan ehtiyatlı olun, yəni onların fitnəsindən ehtiyatlı olun. Bunun üçün də hədisdə deyir ki, Bəni İsrailin ən birinci fitnəsi qadınlar olubdur. Yəni onların ən birinci fitnəsi qadınlarda olub. Yəni qadınlarda düşüblər fitniyə. Yəni onlar düşüblər fitniyə, imtahan olublar, yəni fitnəsi, yəni imtahanı, yəni. Düşüblər imtahana, azıflar, azdırıflar. Vəliyəuzu billah. Bunun üçün də bizim düşmənlərimiz, dinimizin düşmənləri, Allahın Azza və Cəllənin şəriətinin düşmənləri, onlar bu günləri hansı məsələyə fikir verirlər? Qadınların məsələlərinə üstünlük verirlər. Onların açıq-saçıqlığına, onların kişilərə qarışmağına, yanına məhrəmlərə də, onların kişilərlə işdə şərikli olmaqlarına, bu şeylərə üstünlük verirlər. Hətta insanlar bu günləri sanki uzunqulaq kimidirlər. Onları yalnız maraqlandıran onların qarınları və övrət yerləridir. Yesinlər, içsinlər, sonra da ehtiyaclarını yeyib ödəsinlər. Bu şey maraqlandırır. Heyvan kimidirlər insanlar bir dəqiqə. Vəliyəuzu billah. Və qadınlar da sanki onlar bir kukuladırlar. Duma. Duma o uşaq oynatdığı kukulalar var ha. Onun kimidir. Onların insanları yəni insanları maraqlandıran yalnız qadınların şəklidir, formasıdır. Nə eləsinlər ki, yəni qadın bunlar istədikləri bir formaya düşsün, yəni kukula kimi də belə deyək, oyuncaq kukula kimi. Məsələn görürsən ki, qadınları bəzəyirlər, onları gözəlləşdirirlər. Sonra onları gözəlləşdirici ədəvatlar gətirirlər, belə deyək də makyajlar da, ona oxşar şeylər, yaxşı edən, yaxşı formaya salan şeylərlə. Görürsən ki, saçını, dərisini, tükünü, nə bilim, qollarında olan, üzündə olan, dizində olan, hamısını təmizləyir. Bunlar hamısı, bu hamısı. Yəni, ən böyük, yəni, qadınlar istifadə elədiyi şeylərdə bu şeyləri gətirirlər. Hətta bir qadın zahirdə sanki bir dənə plastikdir, plasmasdır bir dənə. Kukula, nətər o plasmas kukula necə olur? Uşaqlarda görmüş olasınız. Sanki onun kimi bir şeydir. Onları nə qadının ibadəti, nə qadını daha doğrusu da, yəni o şeylər, nə qadının ibadəti, nə də ki, qadının uşaqları maraqlandırmır. Yəni görürsən ki, onları maraqlandıran nədir? Qadın uşaqlarına mı baxsın, bunun maraqlanırlar mı? Yox. Qadın ibadətlərinlə məşğul olsun, bununla mı maraqlanır? Yox. Maraqlandıqları nədir? Bir qadın bəzənsin, düzənsin, gözəl olsun, bunun da şəhvəti qalxsın. Belə bir şey. Bir dəqiqə cəmiyyət bu vəziyyətdədir. Çox təəssüflər olsun yəni. Sonra bizlərin və Allahın dininin, şəriətinin düşmənləri və bu həyatın düşmənləri, onlar nə istəyirlər? Onlar istəyirlər ki, qadınlar kişilərin vəzifələrini ələ keçirsinlər. Yəni, kişilərin vəzifəsini qadınlar görsün. Hətta görürsən ki, istəyirlər ki, qadınlar kişiləri neynəsinlər? Sıxsınlar öz işlərində. Yəni, yer qalmasın kişilərə, qadınlar görsün. Və cavanlar bazarlarda heyrətdə qalsınlar, heç nə eləyə bilmirlər. Qalıblar bazarlarda, bilmirlər nə ilə məşğullar. Qadınlar çoxu təşkil edir bu işləri bir dəqiqə. Yəni, cavanların işləri yoxdur. O qədər boşdular ki, yəni bu boşluq da böyük bir şərdir. Əzəmətli bir imtihan, fitnədir. Həqiqətən cavanlar, boşluq, varlılıq bu deyir məfsədənin ən böyüyüdür. Bunu deyir məfsədətun lil mar'i, yəni bir kəsin məfsədəsi, bir kəs üçün məfsədə fəsad nədir? Hansı məfsəd?
İnne şəbəbə vəl fərağ vəl ciddət. Yəni cavanlıq, boş olmaq və imkanlıq bu bir kəsin nəyidir? Fəsadıdır. Yəni bu şey kifayətdir ki, insan yəni fəsad olsun. Qadınlar bu günləri kişilərin vəzifələrini ələ keçiriblər və onlar görsən cavanları çağırırlar ki, cavanları pozsunlar və qadınlarla həm cavanları, həm də qadınları pozsunlar. Bilirsən nə baş verir? Sual qoyur Hüseyn Ramazan, bilirsən bununla nə baş verir? Sonra deyir ki, bununla deyir, qarışıqlıq məfsədəsi, fəsadı baş verir, zina fəsadı baş verir, fahişəlik fəsadı baş verir, istər göz zinası olsun, istər dil zinası olsun, istər əl zinası olsun, istər övrət yerinin zinası olsun. Bunlar hamısı ehtimaldır. Əgər bir qadın kişi ilə bir vəzifədədirsə də, bu hamısı ehtimal olur. Göz zinasından tutmuş, əl zinasından tutmuş, dil zinasından tutmuş, farz, yəni övrət yerinin zinasından tutmuş, hamısı ehtimalı var. Əuzubillah. Bu ölkələrdə, bu ölkədə İbn Seymur Ramlı Saudiyadan söhbət edir, öz ölkələrindən deyir ki, bu əksərul fəsad fil bilad allati yetavazzafur rical fiha ma'an nisa. Yəni o ölkələr ki, birinci burada deyir ki, o ölkələr ki, orada daha çox fəsad baş verir, orada deyir kişilərlə qadınlar bir vəzifədə olduqları olan ölkələrdə orada fəsad daha çox baş verir. ثم إن المرأة إذا وظفت فإنها سوف تنعزل عن بيتها. Deyib bir qadın işə vəzifələndikdə evindən aralı düşür, həyat yoldaşından aralı düşür. Ailə mütəfəkkikə, yəni aralanmış, açılmış, dağılmış bir vəziyyətdə olur ailə. Kişi evdədir, arvad axşam ismindədir. Kişi axşam evdədir, arvad səhər ismindədir. Ailəm qarışır bir-birinə. Yəni ailə dağılmış vəziyyətdə olur. Sonra belə olduğu halda evə xidmətçi lazım olur. Demək kişi də işləyir, arvad da işləyir, evi yığışdıran lazımdır, yemək pişirən lazımdır. Evə xidmətçi lazım olur. Görürsən ki, gedirlər dünyanın harasından olsun qadınları gətirirlər. Bütün yerlərdən. İstər dini olsun, istər dini olmasın, istər əxlaqı olmasın, fərq eləmir də. Hətta başqa bir İslam dinindən başqa bir dində olanını gətirirlər. Gətirirlər ən fəsad əxlaqı olanı, hətta belə gətirirlər. Qadınları cəlb edirlər ki, onların evlərində xidmət eləsinlər. Onların evlərində xidmət eləsinlər. Biz deyir, qadınları cəlb edirik, deyir ki, onlar evlərdə xidmət eləsinlər. Yəni ki, biz qadınları çağırırıq ki, öz qadınlarımızı, oturun evlərinizdə xidmət edin, hara gedib işləyirsiniz? Yəni, həqiqətdə elə olmalıdır, işləyən kişi olmalıdır. Kişinin qadın üzərində olan üstünlüyü odur ki, kişi qazanıb gətirir. Qadın da evində oturmalıdır. Və biz qadınlarımızı qoymamalıyıq ki, yəni ki, kişilər işlədiyi yerdə işləsinlər. Və yaxud da qadınlarımız işləsin, kişilərimiz işsiz olsunlar. Və işsiz olduqda qadınlarımızı işlədək. Yox, belə olmamalıdır. Burada böyük bir fəsad vardır, burada ailənin dağılması vardır. Həqiqətən bir uşaq da əgər belə bir vəziyyətdə yaşayarsa da, onun qarşısında gördüyü kimdir? Xidmətçidir. Xidmətçini gördükdə xidmətçi bunu yuyur, xidmətçi buna yemək pişirir, xidmətçi bunu dərsini oxuturur. Məsələn, hamısını gördüyündə anasını unudur, atasını unudur. Görürsən ki, atasından, anasından da çox xidmətçiyə bağlıdır uşaq. Çünki onu tərbiyə edib, onu böyüdübdür. Və bu halda da evlər fəsad olur, yəni fəsada uğrayırlar və ailələr dağılır və bununla da böyük fəsadlar baş verir. Onu Allahdan başqa heç kim bilmir, yəni. Şək yoxdur ki, bizim düşmanlarımız və düşmanlarımızın quyruqları, yəni onlar bizim içimizdə də vardılar. Yəni ki, düşmanlarımızın quyruqları, bu düşmanlar gediblər içimizdə olanlar. Onların yanında, düşmanların yanında örgənirlər. Onların fikirlərinə qarşı, pis fikirlərinə qarışırlar. Yəni, düşmanlarımızın quyruqlarıdır da bunlar. Gedib örgənirlər, onlar örgənirlər. Onların keçdiklərini örgənirlər. Demirik ki, onlar həmin kəslərin beyinlərini yuyublar. Yox, biz bu sözü demirik. Beyinlərini kirlədiblər, deyirik. Gedirlər, düşmanların yanında örgənirlər.
Onlar onların beyinlərini yumurlar. Deyib bu beyni yuflar, kirlədirlər beyinlərini. Demir ki, onların fikirlərini İslam dininə qarşı pis fikirlərini çıxardıblar. Yox. Əksinə onlar onların əqidələrinə zidd çıxardıblar. Üzr istəyirəm, demirik ki, onlar əqidələrinə zidddirlər. Yox, deyirik ki, onlar əqidələrini dağıdıblar, uçurdublar. Bir var zidd olma, bir uçurtmaq, tamamilə uçurdublar. Yəni, əgər bir insan desə ki, Allahın şəriki var, əqidəsi uçurdu o insan. Yoxdur, əqidəsi yoxdur. Allah subhanahu ta'ala desə ki, yoxdur, ateistlər kimi, yoxdur, əqidəsi yoxdur o insanın. Və bunu oxşar şeylərlə fəhəsb. Əksinə, bu asiliklər əqidəni tamamilə uçurdur, dağıdır. İnsan yəbqa və yəkunu ki, insan qalır sanki o bir buğa və yaxud da ki, bir uzun qulaqdır. Onu nə əqidəsi, nə ibadəti maraqlandırmır. Onun üçün heç bir rol oynamır. Bu yalnız bağlıdır dünyanın gözəlliklərinə, qadınlara, bu şeylərlə. Belə insanlar o qədərdir ki, görürsən ki, bunları maraqlandıran dünyanın bəri-bəzəyi, oradan qadınlar, heyvan həyatında yəni belə yaşayırlar. Necə ki, səhih hədisdə gəlmişdir ki, "Mə təraktu ba'de fitneten adar alə'r-ricalə min nisə." Özündən sonra Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, özündən sonra kişilərə ən zərərli tərk elədiyim fitnə qadınlardır. Yəni ən zərərli fitnə tərk elədiyim kişilər üçün qadınlardır. Həqiqətən qadın fitnəsi böyük bir fitnədir. Allah təala bizləri qorusun o fitnədən. Bunun üçün də bizə vacib olan odur ki, biz müsəlman ümməti olaraq biz bu fikirlərə zidd olaq və bunların qarşısında dayanaq. Bu fikirlərin, yəni və bütün məkanda, bütün münasibətlərdə ilmən bi'ənəhu yucad indənə qavm bilmək lazımdır ki, bizdə deyir, bir qövüm vardı ki, Allah onları artırmasın çoxlarını, onlar öz məqsədlərinə də çatmasınlar, çatdırmasın onlar öz məqsədlərinə əmin. Onlar nə istəyirlər? İstəyirlər ki, bu müsəlman ölkəsini, salamatçılığını neynəsinlər? Dağıtsınlar. Onlar bilirlər ki, müsəlmanlar üçün ən axırıncı qalan məqaldir. Yəni ki, dinlərini öyrənirlər, yayırlar. O da tövhid dövləti olan Saudiya dövlətidir ki, müsəlmanların müqəddəsətlərini qoruyur, saxlayır. Müqəddəsət bizim dildə müqəddəsətlərini qoruyub saxlayır. Müsəlmanların qibləsidir. Onlar onu İslam ümmətinə aid olan bu şeyi fəsada çevirmək istəyirlər, zay eləmək istəyirlər. Və kullul ümmətil İslamiyyə, hər bir İslam ümməti yanzuruna ilə həzil bilət, yəni bu ölkəyə baxırlar. Bütün həqiqətən elədir, yəni. Bütün dünyada müsəlman ümməti baxırlar Saudiyaya, yəni. Nəzə təfəl o ölkə nə edəcəkdir, nə ilə məşğul olacaq? Əgər oradakı həya gedərsə də, din gedərsə də bu ölkədə Selamun aleyhim və selamun aləd-din vəl-həyə. Hamısı getmiş olur. Yəni orada gedərsə də hər yerdə getmiş olar. Bunun üçün də deyirəm ki, İbn Seymur rəhməhullah ki, bunun üçün deyirəm ki, ey qardaşlarım, bizə vacib olan odur ki, cavanlara da, kişilərə də, yaşlılara da, yəni burada şəbəbən, kuhulən, şuyuxən belə gedir də, yəni cavan, orta yaş, bir də yaşlılar yəni. Və uləmə və mütəllimin, alimlər və öyrənənlər ən nuaridə hədil əfkar, bu fikirlərə zidd olaq. Və nuqimən nəsə kulləhum diddah, insanları hamısını bu fikirlərin əksinə qaldıraq. Həttə lə təsrifinə sərəyənin nər fil həşimi fətəhrikuna. Hətta bizi o da aparmasın, yəni quru bir bitki kimi bizi eləməsin ki, odda yandırsın, belə olur. Allah Teala'dan istəyirəm ki, bunların hilələrini özlərinə qaytarsın, bunların hilələrini dağıtsın və istədiklərinə çatdırmasın bunları, bu hilə quranların və salih kişiləri üzə çıxartsın ki, onların fitnələrini dağıtsın. O cavaddır və kərimdir. Allah Teala'dan istəyirəm ki, bizlərə faydalardan eləsin. Gələn səfər inşallah bu bölümdə 3-cü hədisi götürəcəyik.